Aha. Deməli, indi uşaqlar danışacağıq çox üzvlərdən. Ekran görürsünüz yəqin ki. Baxın. Aha. Çox üzvlər deyəndə burada enibucaqlılardan söhbət gedəcək. Buna enibucaqlı da deyə bilərik. Yəni hansı ki kubdur, paralellepipeddir, daha sonra prizmadır, piramidadır. Bunların hamısı n bucaqlı gedir. Məsələn, 5 bucaqlı piramida, 5 bucaqlı prizma bu şəkildə adlandırılacaqlar. Bunların da hər birinin özünün xüsusi qaydaları var. Hər birində qaydası mütləq şəkildə yadınızda olmalıdır. Çünki imtahana düşür mütləq şəkildə. Daha çox belə deyək də yazılı suallara üstünlük verilir bunlardan. Nadir hallarda indi ola bilir ki, açıq suallarda yox, qapalılarda düşsün, amma ən çox istifadə olunduğu yerlər yazılı suallardır. Ona görə diqqətli olun bunlarda. Yaxşı. Deməli uşaqlar, birinci başlayağın düzbucaqlı paralellepipeddən. Paralellepiped. Paralel. Düzbucaqlı paralellepiped deyəndə nə başa düşülür? Hal-hazırda oturduğunuz otağın özünü belə paralellepiped şəklində fikirləşə bilərsiniz. Yəni ola bilər kiminsə otağında eni uzunluğu bərabərdir, hündürlüyü bərabərdir. Bu kub sayılacaq. Amma ki paralellepipeddə eni uzunluğu və hündürlüyü bir-birlərindən fərqli olanlardır. Və bütün fiqurların oturacağını burada, və bütün deyirəm ha, bütün dördbucaqların oturacağını siz artıq bu bölmədə paraleloqram kimi çəkəcəksən. Çünki fiqurları yandan baxacaqsan ki, sən bunun hər tərəfini rahatlıqla görə biləsən. Yəni mən kvadrat desəm belə, durub kvadratı belə çəkib də bunları yuxarı qaldırıb bir şey eləmə də. Bunların hamısını paraleloqram şəklində çəkib elə hərəkət eləməlisən. Yəni sən nəzərdə tutacaqsan ki, bu aşağıdakı fiqurun bütün tərəfləri bir-birinə bərabərdir. Əgər kvadratdan söhbət gedərsə. İndi düzbucaqlı paralellepiped deyəndə oturacağı düzbucaqlı olan fiquru nəzərdə tutacağıq. Bunun hündürlüklərini çəksək, bu küncdən hər birindən yuxarıya hündürlükləri qaldırılacaq və bu hündürlükləri bir-birlərindən birləşdiriləcək bu şəkildə. Buranı da beləsinə birləşdirəcəyik. Baxın, alındı düzbucaqlı paralellepiped. Bu nədən yaranıb? Düzbucaqlı fiqurundan yaranıbdır. Bildiyimiz adi düzbucaqlıdan A4 vərəqindən bütün üzvlərin hamısı elə bilin ki, A4 vərəqidir. Sağı, solu, aşağısı, yuxarısı, ön arxası hamısı A4 vərəqidir. Bunun uzunluqlarına A deyəcəm. Aşağıda uzunluq nədirsə, yuxarıda uzunluq eyni qiymət alacaq. Hündürlüklərinə S deyirəm. Aşağıdan yuxarı dirəklərdirlər və sütunlardır, evin sütunlarıdır. Və qaldı bunun enlərinə. Bunlara da B deyəcəm. Eyni şəkildə B burada da var. Birinci, düzbucaqlı paralellepipedin ən məşhuru həcm düsturudur. Həcm deyəndə, bax bu küncdən götürürəm, bütün çıxan hərflər bir-birinə vurursan. Buradan çıxır A hərfi, buradan çıxır B hərfi, buradan çıxır C hərfi. Bunların üçünü də bir-birinə vuranda sən tapacaqsan həcmini. A vur B vurulsun C olacaq bu düzbucaqlı paralellepipedin həcminin hesablanması. İkinci olaraq baxıram nəyə? Bu fiqurun tam səthinə. S tam. Tam deyəndə uşaqlar bildiyiniz bütün fiqurun və bu ön tərəfi bura, sonra bunun arxa tərəf bu hissədir. Hamısını bir-bir göstərəcəm sizə. Sonra bu yan tərəf bu hissə, eyni şəkildə onun qarşısında dayanan bu yan tərəf və bunun alt-üst oturacaqlarının cəmi nəzərdə tutulur. Alt oturacaq hissəsi buradır, üst oturacaq hissəsi də buradır. Yəni bildiyiniz korobka qutunun 6 yanının, 6-sının da sahələrinin cəmini tapacaqsan. İndi oturacağa baxıram, A ilə B var. A ilə B sahəni tapanda eyni uzunluğuna vururuq axı. Deməli aşağının sahəsi olacaq AB. Yuxarının sahəsi də eyni şəkildə AB olacaq. Deməli onda 2 dənə AB var əlimizdə. Üzərinə gəl. Hər üzdən qarşı-qarşıya 2 dənə olduğuna görə bütün hamısında 2 olacaq. Bunu yadda saxlayın. Sonra baxıram B ilə C hərfi var. Bu yan üzləri göstərir. Buraya yazıram 2, B, C və baxıram nəyə? Ön hissəyə. Ön hissədə hündürlük C-dir, uzunluğu da A-dır. Olacaq 2, A, C. Hamısında ortaq 2 var. 2-ni kənara çıxarsam, qalacaq burada A, B, üzərinə gəlinsin. B, C, üzərinə gəlinsin A, C. Bu olacaq artıq nə? Düzbucaqlı paralellepipedin tam səthinin sahəsi.
Daha sonra düzbucaqlı paralelepipedin diaqonalı var. Diaqonalı D ilə işarə edirəm. Baxaram, diaqonal necə hərəkət eləyəcək? Məsələn, çəkirəm bu sarı xətti. Buradan beləsinə bu diaqonaldır. Bu hardan çıxır? Həm C-dən, həm B-dən, həm də A-dan. Ona diaqonal düsturu olaraq biz yazacağıq kök altında A-nın kvadratı, üzərinə gəl B-nin kvadratı, üzərinə gəlirsin C-nin kvadratı. Bu olacaq düzbucaqlı paralelepipedin diaqonalı. Dördüncü olaraq düzbucaqlı paralelepipedin yan səthi var. S yan. Yan deyəndə ancaq yanlara baxıram. Deməli, burada mənə lazım olmayan kimdir? Bax, bura lazım deyil mənə. Bu kimdən ibarətdir? A ilə B-dən. Deməli, bu da lazım deyil mənə. A ilə B-ləri qırağa tulladım. Kim qaldı A ilə B-ni tullayanda? 2, BS ilə AC qaldı. BS üzərinə gəl AC. Yəni yanlarda. Aşağı oturacaqla üst oturacaq. Mənə lazım deyil. Çünki bizdən artıq nəyi soruşmuşdu orada? Yan səthinin sahəsini soruşmuşdu. Daha sonra gəlirəm nəyə? Var ox kəsiyinin. Bunun üzəri diaqonal kəsiyin. Ox kəsiyi nədir? Diaqonal kəsiyi sahəsi. Və buradan S ilə yazım. Ayağında yazaram. S diaq kəs yazıram. Bunun sahəsi nəyə bərabər? Diaqonal kəsiyi nədir? Gəlin əvvəlcə onu mən sizə göstərim. Ondan sonra sahəsini hesablayarıq. Diaqonal kəsiyi deyəndə diaqonalların əmələ gətirdiyi fiqurun sahəsidir. Məsələn, bu diaqonalla və bu diaqonalın əmələ gətirdiyi fiqur. Bax, gördüyümüz bu içəridəki fiqur diaqonal kəsiyi sayılacaq. Elə bil evin, otağın bir küncündən qarşısındakı küncünə qədər olan yeri aranı kəsmişik. O tərəflə bu tərəf bir-birlərini görmürlər. Buranı kəsdim. Bax, bu diaqonal kəsiyidir. Diaqonal kəsiyini tapmaq üçün nə etməliyəm? Bu hündürlüyü aşağıda oturacağım bu diaqonalına vurmalıyam. Onda yazıram ki, bura S desəm, məsələn, bura A-dır, bura B-dir. Artıq bura nə sayılacaq? Diaqonal sayılacaq. Oturacağın diaqonalı. Elə bil düz bucaqlının diaqonalıdır da. Bura A-dır, bura B-dir, bura D-dir. Həmin diaqonalı tapanda biz yazırdıq mı? Kök altında A kvadratı üzərinə gəl B kvadratı. Deməli, bu diaqonalla hündürlüyü bir-birinə vurmaq lazımdır. Ona görə C vurulsun D yazmaq olar. Buraya yazıram la. C, D. Sonra gəldik indi nəyə? Yan üzünün diaqonalı. Yan üzlərin diaqonallarından danışaq. Yan üzlərin diaqonalları. Qalar. Yan üzlərin diaqonalları deyəndə əvvəlcə fikir verək, görək yan üzlərdə nədən söhbət gedir. Bu bizim düzbucaqlı paralelepipedimiz. Bunun hündürlüklərini də çəksək bu şəkildə. Şəkil səliqəsi alına bilər, eybi yoxdur. Əsas məğzini başa düşəyin. Bu belə. İndi yan üzü deyəndə uşaqlar, bu üzün diaqonalıdır. Bax bu hissə. Bu nədən ibarətdir? Məsələn, bura C demişdik, bura B demişdik. Həmin diaqonalı tapanda D kvadratı bərabərdir. C kvadratı üzərinə gəl, B kvadratı. Pifaqor kimi istifadə edəcəksən buranı. Məsələn, ön üzün diaqonalını tapsaq, məsələn, ön üz buradır. Bunun diaqonalını tapsaq, bura C idi, burada A idi. Onda bura yazıram başqa bir D1. Onda yazıram D1-in kvadratı bərabərdir. C kvadratı üzərinə gəlinsin A kvadratı. Və bir də qaldı digər diaqonal. O da oturacağın diaqonaldır uşaqlar. Məsələn, buranı götürürəm oturacağın diaqonal olaraq. Bura yenə B idi. Burada A idi. Onda burada bir D3 deyirəm. Məsələn, bunlar D1 olsaydı, bunu D2 deyək. Çünki o birinə D1 demişik artıq. D3 də bərabərdir A-nın kvadratından B-nin kvadratının cəminə. Yəni, hər üzün ayrıca diaqonalını çəkəndən sonra orada L hərfini əmələ gətirən, bax, bu düz bucaq işarəsini əmələ gətirən bütün fiqurlarda, alınan üç bucaqlarda Pifaqor teoremini tətbiq eləyə bilərik. Bu olacaq yan üzlərin diaqonalları. İndi baxıram nəyə? İndi baxaq kuba. Kub deyəndə uşaqlar artıq bütün ölçüləri bərabər olan bir dənə fəza fiquru başa düşülür. Yəni onun hündürlüyüdür, enidir, uzunluğudur, hamısı bir-birlərinə bərabərdir. Kub nədən yaranır? Kubun bütün üzləri kvadratdır. Buraya yazıram.
bütün üzləri kvadratdır. Götürürsən bütün kvadratları birləşdirirsən, 6 dənəsini alınacaq orada kub. Məsələn, bu kvadratdır. Dedim də bayaqları bütün fiqurları biz artıq paralelogram kimi çəkəcəyik. Sadəcə adına kvadrat, düzbucaqlı, romb, paralelogram istifadə edəcəyik. O da sualın şərtində özü sənə fiqurun adını verəcək nə olduğunu. İndi gəlin buradan bir dənə kubu çəkəyin, bitirəyin, sonra davam edərik. Aha. Deməli, kubu çəkdim. Kubun bütün tillərinə, bax bu tildir uşaqlar. Və bu qırmızı xəttin uzunluğu til adlanır. A hərfi olacaq burada til. Yuxarıda eyni şəkildə bu C hərfi tildir, bu A hərfi tildir, bu B hərfi tildir. Bunların adları til adlanacaq. Bu küncdəki nöqtələr, bax bu qırmızı ilə qoyduğum nöqtələr təpə nöqtəsi adlanır. Deməli, til nə oldu? Bu xəttin ümumi uzunluğu til sayılır. Təpə nöqtə isə bu künc nöqtələri sayılacaq. İndi kub olduğuna görə burada bütün xətlərin hamısına biz A hərfini deyəcəyik. Çünki kubun bütün tilləri bir-birinə bərabərdir. Niyə görə? Çünki hamısı kvadratdan yaranır. Onda belə çıxır ki, mən artıq bu xətlərdən içindən bu hərfləri siləcəm. Çünki içində yazı yazacağıq. Lazım olan şeyləri elə bir şəkildə izah eləyəcəm sizə. Aha. Bunda biraz çöldən yazım A hərfini. Belə. İndi uşaqlar, burada nələr var? Birincisi, bu kvadratdan yarandığına görə bunun bir üzünün sahəsi S1 üzü mənə kvadrat verdiyinə görə sahəsi olacaq A-nın kvadratı. Bir üzün diaqonalı. Diaqonal bir üz yazıram yenə bura. Diaqonal bir üzü. Kvadratın diaqonalı olduğuna görə A kök altında 2 düsturuna hesablanacaq. Bir üzündən söhbət gedir deyə. İndi baxıram özünə. Kvadratı, bunun yan səthinə baxıram. Neçə yanı var bunun? Oturduğumuz otağın 4 dənə yanı var. 2 dənə də pol patoloqu hesablasam 6 dənə üzü var. Amma yan deyəndə sadəcə pol patoloqu saymadan 4 dənə tərəfini saymalıyım. 4 divarı. Olacaq onda 4 dənə kvadrat. Yəni 4A kvadratı. Mən əgər tam set axtarıramsa, bütün sağ, sol, aşağı, yuxarı, ön, arxa hamısı nəzərdə tutulduğuna görə mən bura artıq bütövlüklə kubun 6 üzü var deyə 6A kvadratı yazmalıyam. İndi burada kubun öz diaqonalının düsturu D bərabərdir. A kök altında 3'dür. Nəyə görə A kök altında 3'dür? Çünki düzbucaqlı paralelipedin düsturunda A'nın kvadratını, B'nin kvadratını və C'nin kvadratını toplamışdıq. Kvadrat getdi. İndi kubun bütün üzləri bərabərdir, bütün tilləri bərabərdir deyə mən bunların hamısına elə A hərfi deyə bilərəm. Onda olacaq burada 3 dənə A kvadratı. A kvadratından kök olaraq A çıxacaq, 3 də kökün içərisində qalacaq. Ona görə kvadratdan yaranan kubun, belə deyək, diaqonalı düsturu A kök altında 3 şəklində olmuş olacaq. Bu belə. Sonra baxıram indi nəyə uşaqlar? Kubun diaqonal kəsiyinin sahəsi. S diaqonal kəsiyi. Diaqonal kəsiyi deyəndə bayaqları mən sizə göstərdim ki, yuxarıdakı oturacağın diaqonalı ilə aşağıdakı oturacağın diaqonalının əmələ gətirdiyi içəridəki fiqur bizə verəcək onun diaqonal kəsiyinin sahəsini. Yəni, hansı ki, mən burada işarə edirəm sizə, bu sarı ilə göstərdiyim hissə kubun diaqonal kəsiyi adlanacaq. Bunun içərisindəki diaqonal kəsiyi artıq adlanacaq nə? Düzbucaqlı. Düzbucaqlının da sahəsini tapanda eyni uzunluğuna vurmaq lazımdır. İndi bu aşağıda çəkdiyim diaqonal olduğuna görə oturacaq kvadratdır axı. Kvadratın diaqonalı A kök altında 2'dir. İndi sahəni tapanda bura uzunluqdur, burada n'dir. Bunları bir-birinə vurmalıyam. Onda A'nı A kökdə 2'yə vuranda olacaq A'nın kvadratı kök altında 2. Deməli onda diaqonal kəsiyinin sahəsi A kvadratı kök altında 2 düsturunla hesablanmış olacaq. İndi gəldim nəyə? Kubdur, düzbucaqlıdır. Bunların tillərinin, üzlərinin saylarını necə tapmaq olar? Deməli, N'in adı tildir. Bunu artıq bilək birinci növbədə. Bu qalsın burada. N bucaqlı, N tilli. Yəni, N tilli deyilmirlər, amma tillərinin sayını tapanda N-dən istifadə edəcəksən də. Məsələn, 5 bucaqlı neçə tili var? Bu N-i qoyum qırağa hələ ki, o sayılar da.
en uzaqlıdan danışırıq. Məsələn, düzgün fiqur deyəndə yadda saxlayın ki, burada bir qeyd yazın. Düzgün dördbucaqlı desə oturacağı kvadratdır. Deməli, oturacağı kvadratdır. Yan tərəflər düzbucaqlı ola bilər. Mütləq ki, sadəcə oturacağı bunun olacaq kvadratdan ibarət. İndi baxıram nəyə? Bu ekstradan əlavə məlumat yadıma düşdü, onun üçün yazdım ora. Mən nə deyəcəydim sizə? Məsələn, bu paralelpeti çəkirəm. İndi adını demirik nə paralelpet. Düzgündürmü, düzgün deyilmi? Fərqi yoxdur. Hamısında sayılar onsuz da eyni şəkildə hesablanacaq. Belə. Eyni uşaqlar, biraz səliqəsiz oldu, eybi yoxdur. Mən deməli buradan soruşuram sizdən, bunun neçə dənə təpə nöqtəsi var? Təpə nöqtə. Təpə nöqtə deyəndə, təpə nöqtə, baxın, 1-i, 2-si, 3-ü, 4 dənə yuxarıda künc var. 1, 2, 3, 4 dənə də aşağıda var. Olacaq 8 dənə. Mən təpə nöqtənin sayını tapanda deməli nə edəcəm? Düzgün neçə bucaqlıdır bu? 4 bucaqlı, 5 bucaqlı, fərqi yox, neçə bucaqlı desə 2-yə vuracaqsan. 4 bucaqlının təpə nöqtələrinin sayı olacaq 8 dənə. İkinci, mən səndən soruşuram ki, üzlərin sayı nəyə bərabərdir? Üzlərin sayı. Üzlərinin sayını tapanda, məsələn, düzgün 4 bucaqlı demişəmsə, bunun 6 dənə üzü var. Deməli, 4-ün üzərinə 2 gəliblər. N plus 2. Doğrudan da 5 bucaqlıda belə yoxlasan görəcəksən ki, onun 7 dənə üzü var. Və gəlin bir dənə 5 bucaqlı çəkək. 1, 2, 3, 4, bu da olsun 5 bucaqlı. İndi baxın, buradan bunları birləşdirsək bu şəkildə. İndi mən biraz səliqəli çəkirəm. Fikir verirsinizmi? 5 dənə yanları var bunun. 1, 2, 3, 4. Bu da 5 dənə yanı var. 2 dənə də alt, üst. Olacaq 7 dənə. Yəni mən nə edim? 5 dedimsə üstə 2 gəlirəm. 10 bucaqlı desəm bunun artıq üzərinə gələndə 12 dənə üzü olmuş olacaq. Onda üçüncü olaraq deməli mən təpə nöqtələrini yazdım. Üzləri yazdım. Qaldı bunun tillərinin sayı. Tillərin sayı. Tillərin sayını tapanda uşaqlar bir dənə küncdən götürüb neçə dənə til çıxarda bilirəm ona baxacağam. Məsələn, bu küncü götürdüm. Bu küncdən neçə til çıxacaq? 1, 2, 3 dənə. Deməli onda 3n olacaq. N bucaqlıdır. Məsələn, 4 bucaqlının 3-ü 4-ə vuranda 12 tili var. 5 bucaqlının 3-ü 5-ə vuranda 15 tili var. Məsələn, 6 bucaqlının 3-ü 6-ya vuranda 18 dənə tili var. Bu olacaq artıq onların sayı. Sonra bunlar getdilər. Bir dəqiqə. Yaxşı, indi qaydaları necə tətbiq edəcəyik ona baxaq. Məsələn, birinci sualda kubun neçə tili var? Kub 4 bucaqlıdan düzəldir. Tildə 3 dənə düstur var idi. 3 dənə künc var idi. Yəni 3-ü 4-ə vurursan 12 dənə. Əzbərləyə bilərsiniz məsələn. Kubun neçə üzü var? Kub deyəndə oturduğunuz otağı nəzərdə saxlayın. Neçə üzü var? 4 dənə yanı var, 2 dənə də alt üst olacaq 6 üzü. Oturacağı üçbucaq olan prizmanın neçə üzü var? Üçbucaqdırsa, deməli bunun 5 dənə üzü var. 3 dənə yanda var. Biri altında, biri üstündə olacaq burada 5 dənə üzlük. Gəldim indi bura. Belə suallarda necə yanaşacaqsınız? Baxırsınız bucaqlara. B1, DB, B1, DB. Yəni buradakı bucağımız, bu göylə göstərdiyim yer 45-dir. Onda avtomatik olaraq burada 45 dərəcədir. AB 6-dır. Daha sonra AD 8-dir. Bura bir-birinə perpendikulyar daxı 6, 8 olacaq bura 10. Bura 10-dursa, onda bu da 10-dur. Çünki 45-45 qaydası var. Məndən soruşur paralelpedin hündürlüyünü tap. Hündürlük nə idi? Yuxarıdan aşağı düşən. Yəni 10. Olacaq o zaman A variantı. Eyni şəkildə baxıram bura. Deyir B1, DB. Yenə söhbət buradan gedir. Bura 45 dərəcədir. Eyni şəkildə burada 45 olacaq. Mənə AD-ni veriblər 4, AB-ni veriblər 3. Bura 90-dır. 3, 4, bura avtomatik olaraq 5. 45-in qaydasına görə bura 5-dirsə, onda buradakı bu hündürlük də elə 5-ə bərabərdir. Yəni gördüyümüz kimi düz bucaqlı 3 bucaq da eyni şəkildə yenə burada özünü göstərir. Sonra indi o yuxarıdakıları qaydalarını bildik deyə keçirəm. Belə şəkilli suallarda izah eləməyə. Düzgün altı bucaqlı prizmanın açılışı verilir və yan hərflərlə işarə olunub üzlər.
Prizmanın üzü hansı aya paraleldir? Elə bil ki, bu anı götürüb bura qoyuram. Aya paralel olan bax bu hərfdir. Bu qabaq-qabağa duran yerdir. İndi bu kimə düşür? Bu düşür buna, bu da gəlir avtomatik buna. Deməli onda mənə paralel olan A ilə D paraleldirlər. Cavab olacaq D. Sonra eyni şəkildə yanaşırıq yenə bura. Prizmanın Y üzü hara paraleldir? Əvvəlcə baxıram. Bura D düşür, burada Y düşür. İndi bura B düşür. Elə mənə lazım olan bunlardır. B ilə Y paraleldirlər. Deməli olacaq B. Sadəcə B variantını götürməyin ha. Hərf olaraq B hansı variantdadır onu götürürük. Gəldik bura. Mail prizmanın yan tili 12 olub. Oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirib və onun hündürlüyünü tapın. Bir dənə də bunu əlavə edeyim sizə. Mail prizma deyəndə nədir? Elə bil ki, əlimizdə bir dənə e, o silindri keçəndə mən sizə demişdim, yana əyilərlə bir qabdan su tökülür, altı qalxır. O mail prizma da onun bir versiyasıdır. Məsələn, yana əyilmişdir də, belə deyim. Bu formada. Aha. Belə beləsinə yan tərəfə əyilmiş bir prizmadır. Bu prizmanı əymişəm yana. Deyir ki, yan tili 12-dir. Yəni yan til bunlardır. Bura 12-dir. Oturacaq müstəvisi ilə bu yerlə yəni 60 dərəcəyə bucaq əmələ gətirdi. Prizmanın hündürlüyünü tapın deyir. Hündürlük də buradan bura qədər olan məsafədir. 90 olan. Onda bura 12, bura 60 dərəcəsi, bura olacaq 30 dərəcə. 30 dərəcənin qarşısı bura olacaq 12-nin yarısı 6. 60-ın da qabaq olacaq 6 kök altında 3. Qurtardı getdi. Hamısı nədir? Burada da yenə Pifaqorun qaydasıdır. Bunları mütləq şəkildə əzbərləmək lazımdır. Pifaqora qaydalarını. Məsələn 18-ə baxıram. Oturacağı 110, 144 olan, hündürlüyü də 14 olan düzgün dördbucaqlı prizmanın diaqonalını tapın deyir. Düzgün dördbucaqlı düzgün sözü varsa ümumiyyətlə bilin ki, bu kvadratdan söhbət gedir. Yəni bunun oturacağı nə imiş? Kvadrat imiş. İndi mən kvadrata dediyim kimi sizə həmişə paralelloqram şəklində, rom şəklində çəkiləcək ki, şəkli rahatlıqla görə bilək. Bu oldu bizim oturacağı kvadrat olan fiqurumuz. Yan tərəflər düz bucaqlı ola bilər. Əsas odur ki, oturacağı kvadrat olsun. Onda bunun tərəfləri 12 olacaq. Sahəsi 144 isə bunlar 12-dir. Bunu bildik. Deyir hündürlük də 14'dür. Burada yazıram 14. Onda hamısı 14'dür. Deyir diaqonalını tapın. Nəyin diaqonalını soruşur? Düzgün dördbucaqlı prizmanın diaqonalını soruşur. Diaqonal düsturu nə idi? D bərabər kök altında A kvadratı üzərinə gəl B kvadratı üzərinə gəl C kvadratı. Yəni 12'nin kvadratı üzərinə gəl 12'nin kvadratı üzərinə gəlsin 14'ün kvadratı. Bunları da toplayanda neçə alsaq oradan kök çıxardacağıq. Bu 144, 144'ləri 288, bu da edəcək 196. Bunları toplayanda 8, 6, 14, 484 eləməlidir səhv eləmirəmsə. Buradan da 22 çıxacaq, olacaq D variantı. Sonra biraz qabaqlara getmək istəyirəm. Şəkilləri özünüz məncə artıq tutdunuz temanı. Nə formada eləmək lazımdır? Gəlirəm indi bunlara. Deyir burada tili 3 olan kubun tam sətinin sahəsini tapın. Til A hərfi idi. Bayaqlar sizə demişdim. A bərabərdir 3'dür. Tam sətini soruşur. Tamın düsturu kubun 6 dənə bütövüzü var deyə 6A'nın kvadratıdır. A'nın yerinə burada 3 yazıram. 6 vurulsun 3'ün kvadratı. 6 vur 9 cavab eləyəcək 54. Tam səthi soruşdu yenə. Bir kubun tam səthinin sahəsi oturacağın sahəsindən nisbi və böyükdür. Deməli, sən tam səthin sahəsini oturacağın sahəsinə bölməlisən. Tam səthində 6A kvadratı var. Oturacağı da bir dənə kvadrat deyə olacaq A kvadratı. Bunlar da gedəndən sonra deməli 6 dəfə böyük olduğunu görmək olar. Yan səthin sahəsi 80-dir. Kubun tam səthin sahəsini soruşur. Yan səth 4 dənə deyə 4A kvadratı bərabərdir 80-ə. Buradan A kvadratı bərabər 80-i 4-ə böləndə 20 qaldı. Məndən tamı soruşur. Tamdakı 6A kvadratıdır. A kvadratın cavabı 20'dir. Burada yerinə yazıram. 6 vur 20 cavab eləyəcək 120. Bu dəfə deyir tam sətin sayısı 240'dır. Onda yazmalıyam 6A kvadratı bərabərdir 240'a. Buradan da A kvadrat bərabərdir 246'ya bölündə 40 qalacaq. Məndən yan sətin sayısı soruşur. Yan sətdə 4A kvadrat. Deməli A kvadratı yerinə 40 yazmalıyam. 4'ü vurursunuz 40'a cavab eləyəcək 160. Yəni Y variantı. Gəldik bura. Prizmanın bütün üzləri tərəfi 8 olan, iki bucağı da 45 olan rombdur. Deməli bir dənə romb çəkirik. Tərəflərin hamısı 8'ə bərabərdir. Məlum məsələ. Və iti bucağı da 45 dərəcədir. Bunu bildim. Yan səthin sahəsini soruşur. Yan sətdə bax burada alınacaq bu düz bucaqların sahəsindən söhbət gedəcək.
Bir dənə şəklimizi çəkək əvvəlcə. Aha. İndi nə edəcəyik? Birinci növbədə baxıram nəyə? Bunun oturacağının sahəsini tapanda s bərabərdir romb olduğuna görə a-nın kvadratı bölünsün 2 sinus alfa düsturundan istifadə eləmək olar. Bölü 2 nə idi? A kvadratı sinus alfa düsturundan istifadə eləmək olar. İndi s-in yerinə, daha doğrusu a-nın yerinə 8 yazıram. 8-in kvadratı vurulsun sinus 45 dərəcə. Buradan da s bərabərdir 64. Sinus 45-in də qiyməti kökdə 2 bölünsün 2-dir. 64 ilə 2 getsə qalacaq burada 32. Kök altında 2. Bu olacaq haranın sahəsi? Oturacağın sahəsi. Düzdürmü? Mənə lazımdır, baxaq görə bir dənə. Hə, iti bucağı 45 dərəcə demişdi. Bütün üzləri tərəf 8 olan iti bucağı da 45 olur. Prizmanın yan sətin sahəsini soruşur. Yan sət deyəndə uşaqlar bu hissələr nəzərdə tutulur da. Bura, bura, bu yan, bir də bu arxa tərəfdəki yan hissə nəzərdə tutulacaq. Bunun da sahəsini tapmaq üçün deməli biz 8-i vururam. Ben gözə görüm bucaqların yerini düzmü yazmışam mən? Bütün üzləri tərəf 8 olan rombdur. Bunu yazdım. İti bucağı da 45'dir. Bunu da yazdıq. Heç nə, gəl hündürlük tapaq da. Bizim hündürlük yoxdur axı. 8 bura değilmiş. Bu hissədir 8. Mənə hündürlük lazım. Baxın, bura lazımdır. Bunu necə tapacağım uşaqlar? Buradakı gəl diaqonalı çəkim. Bunun üçün bir də ağardım. Verilənləri rahat görək. Aha. Bizə hündürlük lazım. Hündürlüyü də tapmaqdan ötəri biz nə etməliyik? Deməli, bax bu hissəni götürdüm belə, buranı da belə. Ya da ki, buradan da diaqonal çəkə bilərik. 45-dirsə, bura 135 dərəcədir. Mənə bunun yan səthi lazımsa, hündürlük lazımdır da. Bəs hündürlüyü necə göstərə bilərəm mən buradan? Aha, bunu da birləşdirdim bura. Burada h yazdım. İndi burada 90 dərəcədir. Onsuz da məlum məsələdir. Bura perpendikulyardır. Ümumiyyətlə, yan üzlər oturacaqla perpendikulyardır. Mən nəyi qaçırdıram? Hündürlüyü tapandan sonra qalan iş asandır. 8-i vuracam hündürlüyə. Burada vuracam 4-ə. Yəni cümləni bir də oxuyum. Bütün üzləri tərəfi 8 və iti bucağı da 45 olan rombdur. Yəni bunun oturacağı rombdur. Burada problem yoxdur. Prizmanın yan səthinin sahəsini tapın deyir. İti bucağı 45-dirsə, aha, elə bil a kvadratı sinus alfadır. Oturacağın sahəsi. 45-i yazmışam da bura. Burada məncə problem yoxdur axı. Onu qeyd eləmişəm buradan Fatimə. A kvadrat sinus alfadır, rombun sahə düsturudur. Oturacağının sahəsini tapdıq. 32 kök altında 2. Yəni 64 vurulsun kökdə 2 bölgüdə sinus 45-in qiymətidir. Mənə oturacağının sahəsi 32 kök altında 2 verəcək. Burada problemi yoxdur. Əlavə şeydə nə yaza bilərəm ki mən? 45-in qaydasına görə bütün üzvləri harda deyir? A, prizmanın bütün üzvləri 8-dir uşaqlar.